Salam uşaqlar, hər birinizin axşamı xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü dərsimiz artıq 41-ci dərsdəyik və qeyri-üzvi kimya ilə bugün sağollaşırıq. Mükəmməl bir şəkildə gedirik həqiqətən. Bugün artıq qeyri-üzvi kimya ilə çalışsam sağollaşaq. Bizim bir dənə 11-ci sinif üzvü kimyamız qalır. Qalan bütün qəbullardır, sınaqlardır filan demək olar ki, aşağı yuxarı bitib. Bizim bir dənə son period inşallah. Deməli, uşaqlar 3 bölmədən sonra ayın 10-dan sonra da, ayın 10-dan sonra ancaq başlayacağıq DİM-in ümumi sınaqlarına, ümumi qəbullarına bir dəfə baxacağıq ki, bir də möhkəmlənsin də, yaxşımı? Onları da izah elə ümumi nəzəri məlumatlara bir qrup baxacağıq. Yəni maksimum son 15-20 günü yaxşı dəyərləndirəcəyik. Belə uşaqlar, başlayaq birinci qruplar üçün olan mükəmməl PDF-imizdən nə izah edəcəyik biz sizin üçün? Metallar bölümündən. Qəbula düşmüş suallar. 2008-2024 illərdə hansı ki, metallar bölümündən qəbul imtahanlarında istifadə olunmuş test nümunələrinə sizinlə bərabər baxacağıq. Təşəkkür edirəm. Sabah, minnətdarım. Deməli, inşallah, başlayaq yavaş-yavaş. Elə mən burada sualları bir-bir ilə bir dənə analiz edəcəm sizin üçün. Elə sualları ümumi şəkildə izah edəcəm ki, diqqətlə qulaq asın. Təbii ki, ikinci cəhd imtahanına hazırlaşan uşaqlar da olsa, onlar artıq ikinci cəhd imtahanına hazırlaşanda artıq nəyi nəfər edəcəklərini öyrəndilər məndən. Daha özləri rahat-rahat çox şey eləyə biləcəklər. Təbii ki, bizdən dəstək almaq istəsələr o ayrı məsələ. Hansı ifadə natriuma aiddir uşaqlar? Natrium ağır metallı sərtdir uşaqlar. Birinci qrup əsas yarım qrup elementləri lityum, natrium, kalium, rubidium, sezium, fransiyum bunlar yüngül metallardır. P elementi bu da yalandır. Çünki bir A yarım qrupuna aid olan elementlər bilirsiniz də NS1 bunlar S elementləridir. Hamısı qırmızı rəngdədir, lap loru desə. Kerosin də saxlanılır, bəli. Uşaqlar bilirsiniz də aktiv metallar onları lityumdan başqa natriumdur, kaliumdur. Biz onları kerosin altında saxlayırıq ki, oksidləşməsin də. Lityum o qədər yüngüldür ki, o nə isə vazelində saxlayır. Pastiv metalı yalandır, çətinəliyəndir, bu da yalandır. Yəni, doğru cavabımız birinci sualda C variantı olur. Keçək ikinci suala. Tərkibində dəmir atomu olan maddələri göstər. Şu an tərkibində dəmir atomu olan deməli ferium S2 bilirik ki, piritdir. Sfalet nədir? Sinkesdir. Malahit də uşaqlar. Bu da ki, mis OH 2 dəfə CO3-dür. Aydın oldu mu? Mis 2 hidroksokarbonat. Bu əsası duzdur uşaqlar. Tərkibində dəmir olan kimdir? Yalnız bir A variantı. Çünki sfaletlə malahitdə görürük ki, dəmir yoxdur. Diqqətli olaq. Gəldik növbəti. Uşaqlar, aydın oldu mu bu sual? Yəni, bu minerallardan gələn sualdır. Çox nadirən gələn bir sualdır həqiqətən. Çox elə minerallar veriblər ki, adama gəldikdə pirit çox məşhur maddədir. Sfaleritdir, sinkes. Çünki sfaleritdən həm sulfat istehsalında, həm sinkin alınmasında. Malahitdə ki, çox yaygın bir maddədir. O, demişdinizsə, malahitin çox qəşəng belə kristalları da var. Elə bir internetdə baxa bilərsiniz, Google-da yazıb, malahitdə baxa bilərsiniz. Çox maraqlı, belə rəngarəng, gözəl bir kristalik maddədir. Çox belə qəşəng bir görünüşə sahibdir. Mis 2 hidroksokarbonat deyirlər buna təbii ki, digər adı. Malahit. Əsası duzlu uşaqlar bu arada. Keçək üçüncü suala. Ferri-mesodat məhlulunda olan mis-mesodat qarşını kənar etmək üçün məhlulu hansı maddəni əlavə etmək lazımdır? Qardaş, bunun üçün də xüsusi bir dahiliyə ehtiyac yoxdur. Xüsusi bir dahiliyə ehtiyac yoxdur. Siz burada nəyə fikir verməlisiniz? Təbii ki, bizdə ferium sülfatın yanında bir dənə mis sülfat var, elə deyil. Mən elə eləməliyim ki, mis buradan çıxsın, getsin və məhlul ancaq ferri-mesodatdan ibarət olsun. Bunun da tək bir dənə yolu var ki, tək bir dənə yolu var. Götür üzərinə ferium gəldi. Ferium plus mis sülfat. Nə alacaq burada reaksiyon nəticəsində? Nə alacaq burada? Ferium SO4 alınacaq. Bir də buradan nə çıxacaq? Mis çıxacaq. Beləliklə mis burada ayrıldığına görə sənin məhlulunca nədən ibarət olmuş olacaq? Ferium SO4-dən ibarət olmuş olacaq. Cavabımız A variantıdır. Hə, deyə bilərsiniz ki, müəllim, bəs o biri variantdan niyə olmur? O biri variantdan nə əlaqə? Natrium klor plus mes4. Ümumiyyətlə burada reaksiya getməyəcək. Gümüş ümumiyyətlə burada söhbət aidiyyəti yoxdur. Gümüş fluorini qaydana. Ferium OH2 ümumiyyətlə çöküntü olduğuna görə ümumiyyətlə mis SO4 ilə reaksiya getməyəcək. Bilirsiniz necə? Diqqətli olmaq lazımdır bu sualda. Yaxşı mı? Yəni, diqqətli olsanız, yəni, bu sualı rahatca yaza bilərsiniz. Aydın oldu. Ferium OH2 olan mis SO4 ona görə getmir ki, əsasla duzun reaksiya şərti vardır, yadınızdadırsa. Hər ikisinin olmalıdır, həll olmalıdır. Və çöküntü olduğuna görə onu istifadə edə bilməyəcəksən. Aydın oldu uşaqlar bu sual. Problem varsa deyin, izah edin bir də. Mis buradan ayrılır uşaqlar. Ayrılır çökür dəmir lövhənin üzərinə. Məhlullanca ferium S4-dən ibarət olur.
Sonra keçək növbəti suala, dördüncü suala. Hansı metalın özü oksidi, hidroksidi gələn məhlula qarşı təsir olur? Uşaqlar, hansı metaldır? Biz demişdik də bu. Berilyum, sink, alüminium. Bunlar biz amfoter metallardır. Amfoter metallar. Bir də qalay, quruşun. Ən çox kim istifadə olunur imtahanlarda, qəbullarda? Benzinal, berilyum, sink, alüminium. Bunun bilirsiniz də, sinkin özü də amfoterdir. Sink o da amfoterdir. Sink OH2 da amfoterdir. Dədəsi də amfoterdir. Nənəsi də bibisi, hamısı amfoterdir. Yəni sinklə nə varsa hamısı amfoterdir. Sink özü, oksidi, sink OH2 hamısı amfoterdir. Yəni ikili xəstəlikdir. Onlar həm əsasdan, həm də turşdan reaktiv daxil ola bilər. Yəni cavabımız olacaq B variantı. Aydın oldu. O belə. Bəli, bəli. Sinkin üzərinə gələndə deməli natrium OH gələn deməli sinkin özü də qələbinə gedir. Natrium 2 sinko 2 hidrogen alınır. Sink o özü də gedir. Natrium 2 sinko 2 su alınır. O belə. Bilirsiniz də qələmin məhluluna kimi hidrogen ayıra bilirdi? Berilyum, sink, alüminium, bir də silisium. Qələmin məhluluna ayırırdı. Hidrogen ayırırdı. O belə. Davam edək 5-ci sualına. Hansı reaksiyanın məhsulları doğru göstərilməyib? Bu bildiyiniz neytrallaşma reaksiyasıdır. 2 dənə H, 2 dənə OH nə edir? 2 dənə su verir. Hansı reaksiyadır bu? Əsas turşu reaksiyası. Əsas turşu reaksiyası. Və burada bir dənə reaksiya nəticəsində ferin klor 2 alınır. Və uşaq keçək, deməli bu doğrultuda, çünki burada dəmir müsbət 2, burada müsbət 2 olmalıdır. Bu da nə idi? Uşaq biz belə bir cümlə işlətmişdik. Yaşımtıl çöküntü, get-gedə qonurlaşan yaşımtıl çöküntü. Ferin OH2 nə idi? Get-gedə qonurlaşan yaşım çöküntü idi. Bunun səbəbi ferin OH2 ətraf mühitin suyun oksijeni özünə birləşdirən nəyə çevrilir? Qonur rəngli ferin OH2-ə çevrilir. Yəni bu doğrudur. C variantı bu da doğrudur. Ferin plus klorürdən nə alınırdı? Ferin klorür. Amma H-lan reaksiyasından alınırdı? Ferin flor. Və uşaqlar, fikir verin, bizim o dediyimiz bir qayda var idi. Yazı. Dəmirlə xromla bağlı mən sizə gözəl bir qayda öyrətmişdim, yadınızdadırsa. Dəmirlə xrom üçün belə bir qayda öyrətmişdim. Dəmir və xrom turşularla reaksiya girəndə, bir də özündən zəif metalları duzundan çıxardanda nə öyrətmişdim mən sizə? 2 maddə, 2 valent, 3 maddə, 3 valent. Bu da neçə dənə maddə alınır? 2 maddə alınır və dəmiri bir neçə valent götürməlisən? 2 variant. Yəni cavab nə olmalıdır burada? Ferum SO4 və hidrogen olmalıdır. Bu nədir? Yalandır. Cavab D variantı. Təbii ki, dəmirin üzərinə su buxarı keçirəndə ferum SO4 dəmir yanığı, bir də orada nə alınır deməli? Hidrogen alınır. Şu an hidrogeni zavod şəraitində hələ 18-ci əsrdə elə alıblar. Bəli, duru sülfatda ferum SO4 və hidrogen alınır. Bəli, duru sülfatda. Davam edir. Çünki hidrogen açıq zaten turşu durur. Qatı olanmaz axı. Gələk növbəti 6-cı suala. Hansı maddə natrium OH-ın suda məhlul ilə reaksiyaya daxil olur? Natrium OH-ın suda məhlula daxil olmur deyir. Uşaqlar, daxil olmur deyir 6-cı sualda. 6-cı sualda daxil olmur deyir. Və burada biz demişdik ki, qələvi məhlulu ilə onsuz da benzinal və silisium onsuz da qələvi məhlulundan daxil olur. Bilirsiniz də bunu hər dəfə deyirəm sizə. Nə olar yadınızda saxlayın. Berilyum, sink, alüminium və silisium qələvi məhluluna gedib nə verdi? Hidrogen çıxarırdı. Hidrogen çıxarırdı. Diqqətli olun. Gedir reaksiyaya. Bunlar hidrogen çıxardı. A variantı, D variantı, B variantı avtomatik getdi. E variantı da xlor qələvi ilə gedir getməyinə. Nə tez yadınızdan o gün dərsdə izah eləmişəm. Halogenlər və xalkogenlərin qələvlərlə reaksiyasını izah eləmişəm. Ayş olar, fikir izah. Xlorun qələvinə reaksiyası. Mən halogenlər və xalkogenlərdən kükürdüm. Bəli, natrium OH plus xlor reaksiyasını izah eləmişəm. Natrium klor su. Görürsünüz nə qədər qabağa çıxır. Azot getmir də qələvi ilə uşaqlar. Demir ki, hidrogen çıxarır. Ümumiyyətlə sən bilməlisən. Onsuz da amfoter metalı ikili xassələr, həm əsasən turşu neutronsudur. Prosta yadda saxlamaq üçün bunu mən sizə hidrogen söhbətinə görə deyirəm, elə yadda saxlayın. Amma xlorla kükürt gedir axı qələvdən reaksiyaya. Özdə mən sizə bunu bir konspekt yazdırmışam onunla bağlı ki, ehtiyatlı olun, imtahana düşür. Hər yerdə qabağıza çıxır. Azot getmir də. Azot getmir də. Temperatur daxil olanda natrium xloro, temperaturla natrium xloro, heç natrium xloro. Asan. Deməli, burada nəyə fikir vermək lazımdır? Lityum OH, natrium OH, bir də kalium OH. Yuxarıdan aşağı doğru gedir. Əsaslıq nə edirdi uşaqlar? Əsas xassəsi nə idi? Güclənirdi. Lityumdan şeyə doğru getdikcə, yuxarıdan aşağı doğru getdi. Əsas xassəsi nə idi uşaqlar? Güclənir. Amma burada tərsinə düzüldür uşaqlar. Kaliumla lityuma doğru. Əsas xassəsi nə edəcək? Azalacaq. Yəni B variantı. Yadda saxlayın. Lityum, natrium, kalium yuxarıdan aşağı doğru getdikcə əsas qabiliyyət nə edirdi? Güclənirdi. Təbii ki, bu tərsinə düzüblər. Əsasın xassəsi nə edəcək burada? Zəifləmiş olacaq 7-ci sualda. Davam edək digər sualdan. Digər sualda görə söhbət nədən gedir?
Mən yaza-yaza siz də özünüzdə yoxlayın da səhv düz eləyin özünüz üçün. Deməli, uşaqlar 8-ci sualda hansı metallar onların oksidlərindən hidrogenə reduksiya etməklə almaq olmaz deyir. Biz demişdik ki, ola bunu yadda saxlayın uşaqlar, bu çox təhlükəli sualdır. Aktiv metalları pirometallurgiya ilə almaq olmur. Bəli, əhsən, cavabımız E variantıdır. Yəni biz natrium 2 plus hidrogen gəlsə, bu reaksiyadan metal almaq olmur. Bilirsiniz necə? Çünki lap belə aldın fərz eləyək. Fərz eləyək aldın. Natrium plus su. Natriumla su bir arada qalanmaz. Axı olacaq natrium OH. Kalium da eyni qaydadır. Yadda salın, aktiv metallar orta məktəb kimyasında bir dənə alınmasını öyrənirik. Kloridlərinin ərintisinin elektrolizini öyrənirik. Bəli, misi ala bilərsən oksidlərinə reduksiya. Nətər edirsən? Götürürsən mis onun üzərinə hidrogen gəlirsən. Çox yayğın bir üsuldur. Mis plus su, piramidallıcan bir qolutda hidrogeni termiyə. Və yaxud da ferium da ala bilərsən. Ferium onun üzərinə. Dəmir oksidləri fərq eləmir. Ferium 3O4, ferium 2O3, ferium önəmli deyil. Adını ala bilərsən. Molbideni də ala bilərsən. Wolfram O3, molbiden O3. Hər şey hidrogen gəlsən ala bilərsən. Molbidenlə alarsan H2O. Wolfram O3 də ala bilərsən. Misi də ala bilərsən. Amma natrium kalium nədir? Ala bilməzsən. Gələk 9-cu suala. Uşaqlar, yenə də qəşəng bir sualdır. Standart bir sual. Ferium 3O4 üzərinə nə gəlirəm? Hidrogen gəlirəm və reaksiya nəticəsində nə alıram? Ferium alıram, bir də su alıram. Tam reduksiya deyilsə, artıq burada dəmir tamamilə ayrılacaq. Ferium 10 da üzərinə hidrogen gəlirəm. Nə alınacaq? Feriumdan su alınacaq. Sonra əmsallaşdıram. Bura 3 atıram, bura 4 atıram, burada 4 atıram. Burada şöyle ehtiyac yoxdur, əmsallar düzdür. X-imiz nəyə bərabərdir? 4-ə, Y-imiz nəyə bərabərdir? 1-ə. Testimizin cavabı D variantı olmuş olacaq. Davam edək digər sualla, 10-cu sualla. Hansı reaksiyadan mis OH2 alınır? Ümumiyyətlə, hörmətli şagirdlər, biz sizinlə nə danışmışdıq? Ümumiyyətlə, mis OH2 suda həll olmayan əsasların, gözəl şagirdlər, hörmətli həmkarlar, hörmətli yoldaşlar. Mis OH2-nin suda həll olmayan əsasların alınması üçün biz hansı üsuldan istifadə edirdik? Onların həll olan üzuna nə ilə təsir edirdik? Qələvilərlə təsir edirdik. Bu ən yaygın üsuldur. Ən yaygın üsuldur. Yəni, mis OH2 almazsanız, götürürsən misin bir dənə həll olan duzunu, mis xlor 2, mis sülfat, həll olan duz, üzərinə barium OH gəlsən. Barium nə ilə birləşir? Xlorla birləşir. Barium xlor 2, birisi nə alınır? Mis OH2. Deyərsən müəllim, bəs o bilər niyə olmur? Bir gözü vas diqqətlə bax da. Pasiv metalın nə özü, nə oksidi su ilə nədir? Reaksiyaya daxil olmur. Bəs müəllim, bu niyə getmir? Çünki duzla əsasının reaksiya şərti nə idi? Birincisi hər iki suda həll olmalıdır. Halmin maaşı çöküntüdür. Getməyəcək. Burada hər ikisi həll olur. Bu da həll olur, bu da həll olur. Deyərsən müəllim, bəs B. B inşallah keçərsiz spirtlərdə. Bu doymuş bir atomlu spirtlərə aid olan bir şeydir. Burada inşallah az qalıb. Növbəti dərsiniz artıq bu olacaq. Spirtlər mövzusu. Burada misal alınır uşaqlar. Su alınır. Bir də aldehid alınır. HCOH. Aldehid alınır burada. İnşallah gələcək dərslərdə bilərsiniz. Oksigen 2 dənəsi, birini buradan, birini buradan. CH2O, aldehid alınır. Doymuş, deməli, bir atomlu spirt, doymuş birli spirtlər deməli, verir bizə aldehid, ikili spirtlər bizə nə verir? Keton verir. İnşallah iləri dərslərdə bu barədə məlumat alacaqsınız. Gəldik 11-ci suala. Mis xlor 2-nin duzunun suda İnşallah burada çəhluluna yazılıb. Yəni, o məhlulluğun aldığı mexaniki səhv edib sualda diqqətli olmaq lazımdır. Deməli, buna diqqət eləmək lazım. Məhlullar uşaqlar hansı maddələri əlavə etdikdə nə alınacaq? Göy rəngli çöküntü alınacaq. Aydın məsələdir ki, mis xlor 2-nin üzərinə biz əgər gümüş nitrat gəlsək, nə alınacaq reaksiya nəticəsində? Gümüş xlor çöküntü alınacaq, bir də mis NO3. Aydın məsələdir, gümüş xlor ağ rəngli çöküntüdür. Ona görə bu variant gedir. Gəldik kalium hidroksid uşaqlar. Deməli, mən bilirəm ki, mis xlor 2-nin üzərinə kalium OH əlavə etsək, mis nə ilə birləşir? OH ilə birləşir və mis OH ilə çöküntüdür. Mavi çöküntü. Göy, mavi, bəli, tamamilə doğru. İkincini götürərsən, amma sülfat turşusu gəlsən, mis xlor 2-nin üzərinə sülfat turşusu gəlsən, uşaqlar, burada nə alınacaq? Mis SO4 alınacaq. Bir çöküntü deyil, axı bu ümumiyyətlə, çöküntü deyil bu. Sülfatın 5 dənə barium, kalsium, strontium, gümüş quruluşun. Onlar çöküntülərdir. Və burada cavabımız yalnız ki, C variantı olmuş olacaq. Gələk 12-ci suala. Metalları sənayedə hansı üsullarla almaq olar? Metalları sənayedə uşaqlar almaq olur pirometallurgiya üsulu, pirometallurgiya, hidrometallurgiya və elektrometallurgiya hamısı var. Pirometallurgiya, hidrometallurgiya, elektrometallurgiya hamısı var uşaqlar.
Tez yadınızdan çıxdı. Pirametallurgiya, hidrometallurgiya, elektrometallurgiya hamısı var. Diqqətli olmaq lazımdır. Yəni hamısı da ən azından biraz variantlardan şübhələnindən nə olar? Bu yalnızlardan şübhələnindən nə olar? Testin cavabı sən test məni yaz deyir. Yəni yalnız 2 verib ki, 2 onsuz da düzdür. Yalnız 1-2 verib 1-2 də düzdür. Yalnız 1-3 verib bu da düzdür. Yalnız elə bir şeydir ki, çıxılmaz vəziyyətdə. Hamısı düz olduğuna görə yalnızlar ona görə istifadə edib testdə. Bilirsiniz də pirametallurgiya reduksiya edilir. Əsasən kimdən istifadə edilir? Karbondan, CO-dan, hidrogendən, alüminiumdan. Hidrometallurgiya məhlula keçirib metal duz reaksiyası. Dərs izahlarında part 2 videosudur. Onu danışmışam. 50 dəfə izah eləmişəm onu sizə. Elektrometallurgiya nədir? Elektroliz üsuludur məhlulda və ərintidə. Gəldik 13-cü suala. 0,5 mol mis almaq üçün neçə qram mis lazımdır? Təbii ki, bunun üçün savat lazımdır. Savat lazımdır. Mis almaq neçə qram mis lazımdır? Heç bunu ehtiyac da görmürəm. Misdən birbaşa miso yazıram. Hansı yollarda mənə maraqlı deyil. Və burada baxıram ki, 1 mol almaq üçün mənə nə qədər lazımdır? 64 lazımdırsa və 0,5 almaq üçün nə qədər lazımdır? 32 C variantı. Mənə maraqlı deyil nətər alıblar. Mislərin sayına baxıram. Hə, desəm nətər alıblar? Bundan alıblar. Mis plus O2 reaksiyasını alıblar. Mis O. Burası 0,5 yaz, o əmsallar düzəlir. 64 reaksiya girəndə 1 mol alınırsa, bəs 0,5 neçə olacaq? X deyirəm, X də bərabərdir buradan 32, yəni testimizin cavabı C variantı olacaq. Davam elə 14-cü sualına. Qızıl və mis qarışığıdır. Deyir, bunların necə qarşılıq üçün ayrılması üçün istifadə olunan maddə. Elə bir maddə seçməlisiniz ki, birinə reaksiya getsin, digərinə nədir uşaqlar? Reaksiya getməsin. Yaxşımı? Diqqətli olmaq lazımdır. Birinə reaksiya getsin, birinə nədir? Getməsin. Və burada seçəcəyimiz maddə kim olacaq? Diqqətlə qulaq asın. Seçəcəyimiz maddə kim olacaq? Və natrium sülfat seçsək, nə qızıl, nə mis getməyəcək reaksiya. Natrium klor yeni qayda iləndir. Natrium NO3 yeni qayda. Çünki nə qızıl, nə mis natriumu çıxaracaq qüvvətə deyirlər. Burada iki variant arasında qalıram. Ya C ya da E. Mən dərhal qaydanı yadıma salıram. Hidrogendən sonra yerləşən metallar mis, civə, gümüş, platin, qızıl. Bu platin, qızıl onsuz münasibətsiz adamlardır. Bunlar turşularına getmir reaksiyaya. Yerdə qaldı 3 dənə metal. Bu 3 dənə metalın 3 dənə dostu var. Kimdir? Nitratın qatısı, durusu, sülfatın qatısı. Mən bura HNO3 götürürəm. Qızıl nədir HNO3-lə? Getməyəcək reaksiyaya, amma mis nədir? HNO3-lə gedəcək. Fərq eləmir duru qatı. Duru olsa, onsuz da mis NO3 2 dəfə onsuz da alınacaq. Duru olsa NO, qatı olsa NO2. Bir də nə alınacaq əlavədən? Su alınacaq. Bu məqamda nə etmək lazımdır? Deməli, diqqət eləmək lazımdır. Bax belə. Diqqətli olun uşaqlar, bu məqamlara diqqətli olun. 13-də nə variantı oldu? Variant nə? Başa düşmə. 13-də nə variantı oldu? Bilmədim ki. 13-də cavab 32 oldu. C variantı oldu 13-də. Gəldi 15-ci sual. Daimi cotluğu aradan qaldırmaq üçün nə edirik? Daimi cotluğu aradan qaldırmaq üçün. Uşaqlar, mən bununla bağlı təbii ki, sizə bir dəqiqə səbirli olun. Burada nə qədər material var? Bir dəqiqə səbirli olun. Deməli, biz ilk öncə öz qaydalarımıza keçirik. Qaydalarda bir məqama diqqət eləmək lazımdır. Bu məqam nə idi? İkinci ayarın qrup elementlərinə uşaqlar cotluğu yaradan şeylərə baxırıq. Cotluğu nə yaradırdı? Hara getdi? Suyun daimi və müvəqqəti cotluğu. Uşaqlar, müvəqqəti cotluğu aradan qaldırmaq üçün hansı sulardan istifadə edirdik? Suyu qaynadırdıq. Qaynadan çaydan dibinə ərk toplanır. Budur da. İkincisi əhəng üsuludur. Əhəng üsulu üzrə əhəng gəlsin. 2 dənə OH, 2 dənə H4, 2 dənə su olur burada. Bir də yerindən kalsium CO2 alınır. Və bir də soda üsulu. Yadda saxlayın, soda üsulu həm daimi cotluqda var, həm də müvəqqəti cotluqda var. Gözünüzü 4 açın suala baxın. Və burada nədən istifadə? Daimi cotluq. Şu an daimi deyilmiş, üzr istəyirəm, daimi deyilmiş. Gələk daimi cotluq. Daimi cotluğu nə yaradırdı? Daimi cotluq uşaqlar. Daimi cotluğu yaradırdı kalsium klorid, maqnezium klorid və kalsium sülfat, maqnezium sülfat. Yəni bu iyonlar yaradırdı. Aradan qaldırma üsulları soda üsulu, natrium karbonat, bir dənə üsulu vardı uşaqlar. Fosfat üsulu. Ehtiyatlı olun uşaqlar. Bunlar neçə vaxtı qəbul imtahanlarında istifadə olunmur. Bunlar konkret təhlükədir. Cavab yalnız bir D variantı. Çünki üzr istəyirəm, çox üzr istəyirəm. 1-lə 2 D variantı. Görmədim o birisini. Soda üsulu ilə fosfat üsulu. Daimi cotluqlardan. Uşaq daimi cotluq qeyri-karbonatlı cotluqdur. Çünki orada karbon yoxdur. Keçək növbəti suala. Kalsium OH-da müvəqqəti cotluqda. Uşaq göstərmə qaydadan sizə. 16-sı 2 mol mis olmaq neçə qram mis lazımdır? Yenə həmin söhbətdir.
Misdən birbaşa miso yazıram. Təbii ki, 1 mol almaq üçün mənə 64 lazımdırsa, 2 mol almaq üçün nə qədər lazım olacaq? 128. Testinin cavab B variantı. Səbirli olun. Keçək növbəti 17-ci suala. 17-ci sual bayaqları həmin sualın bənzəri dəmirlə bağlı olan şeydir. Maqnezium xlorikinin yanında bir dənə mis xlorik və istəyir ki, mis buna rədd olub getsin. Və məhlul ancaq maqneziumla bu. Maqnezium xlorik olsun. Onun üçün nə edirəm? Maqnezium gəlirim. Maqnezium plus mis xlorik reaksiyasından maqnezium xloriki ilə mis alınır. Çünki maqnezium burada misi çıxardır, axı fəallıq sırasında maqnezium misdən qabaqdadır. Və belə ki, sənin məhlulun ancaq maqnezium xlorikdən ibarət olur. Mis də məhlulda qalmır, axı mis suda həll olunur. Yəni cavabımız olacaq A variantı. Eynən bayaqki dəmir sualının eynisidir. Oo, gəldik olmazsa olmaza. Uşaqlar, təhlükə, təhlükə, təhlükə. 16 cavab nə oldu? 16 cavab nə oldu uşaqlar? 16. 16-da 128 oldu B variantı. 16-da 128 oldu B variantı. Uşaqlar, təhlükə, təhlükə, təhlükə. Uşaqlar, lövhə məsələsi. Nə olar? Bu məsələlərə diqqət edin. Amanın günüdür. Lövhə məsələlərini var. Uşaqlar, bax bu lövhə daxil edikdə lövhənin kütləsi artıb azalır dedi. Bax, diqqətli olun. Amanın günüdür. Bax, bu qəbul imtahanının olmazsa olmazıdır ha. Olmazsa olmazıdır. Diqqətli olmaq lazımdır. Deməli, nə edirəm? Yazıram, ferium üzərinə gəlinsin. Mis esodur. Burada nə alınır reaksiya nəticəsində? Ferium esodur. Bir də nə alınır? Mis alınır. Mən sizə demişdim də, reaksiyaya girən və alınana baxmaq lazımdır. Reaksiyaya girən 56, üstünə çökən 64. Həmişə alınan metal reaksiyaya girəndən çoxca lövhənin kütləsi nə edir? Artır. Nə qədər artır? 64-dən nə edirsən? 56-nı çıxırsan. 64-dən 8 56. qram artma. 64-dən 56 çıxıram. Neçə qram artım var uşaqlar? 8 qram nə var? Artım var. 8 8 qram artım qram. var. Bəli. 8 qram artım var. Deməli, indi tənasüb bura qəşəng. 8 qram artım olanda, 8 qram artım olanda, diqqətlə suala baxın. Nə qədər mis alınır uşaqlar? 64 qram 60. mis alınırsa, bəs 2 qram artım olanda nə qədər mis alınardı? Bunu özündə qeyd elə, bu xüsusi 4 sualdır. dəfə az. Ay, sağ olacaq A variantı, əla. 4 dəfə azalacaq. Uşaqlar, bu sualı özündə qeyd elə. Bu sualı özündə qeyd elə. Təhlükə, təhlükə, təhlükə. Lövhə məsələləri, uşaqlar, lövhə məsələləri olmazsa olmazdır. Bu hər demək olar ki, çox ili düşür bu sual lövhə məsələsi. Səbirli olun, gedək növbəti. Yəni 18-də A variantı oldu. Hansı ionun köməyi ilə məhlulda ferium müsbət 3 ionunu təyin edilir? Uşaqlar, bu A variantı OH ilə təyin olunur. Ferium OH necə rəng çöküntüdür? Qonur rəngli çöküntü olmuş olacaq, diqqətli olun. Keçək növbəti suala. Uşaqlar, gəldik növbəti sual. Növbəti sualda sink karbonat və sink oksiddən ibarət 8 qram qarışıq verib bizə. Sink karbonat, bir də sink oksid. İkisi bir yerdə nə qədərdir? 8 qramdır. Sən bilməlisən ki, sink oksid oksigenlə reaksiya dağılmağa qızdır yenə. Amma sink karbonat nə edir? Qızdıranda parçalanır. Parçalanır. Sink ilə Biz karbon karbonat. kütlə niyə azalır? Karbon qazına görə azalır. Ən azından biz savadsız varianta keçdək. Karbon qazını niyə veriblər? Bir başı işlətdə. Niyə veriblər? Başları xarab da versinlər onu. İnanırsan, birinci qrupun sualları bilsən nədir? Dir yaz da məni. Vallahi dir yaz məni. Savad lazım deyil ki. Bunu niyə verib? Hətta adam alınan da verib. Dördüncü qrup olsa sən nə ilə dördüncü qrup olsaydı? Bax, belə verəcəkdi. Ayer karbon 12, ayer oksigen 16, ayer sink 65, cici. Heç birini verməyəcəkdir. Bax, fikir ver. Bunu özündə verib ki. Sən nə demək istəyir? Yəni, sink onun başını burax da, kökdən sink karbonatı. Parçalar ilə həll edəcək. Yəni, o dərəcədə sualı primitiv qoyublar. Burada baxırsan 44 qram azalır. 44 qram azalanda, 44 qram azalanda nə qədər karbon reaksiya daxil olur? 125. İnan Allaha reaksiya bilməsəm bu sual həll eləmək olar. O qədər savadsızca bir sualdır. Bəs 1,76 qram azalanda nə qədər 5 olur. daxil olur? Necə? 5 olur da. X5. X 5'dir. İkisi bir yerdə 8'dir. 5 bununsa 3 də bunun olacaq. Cavab A variantı. Cavab A variantı. Bitti. Cavab A variantı. Bir dənə yaxşı, sizi qoy biraz mən çətinə salım. Bəs reaksiyadan sonra desəydin necə olur, nə olardı cavab?
Yəni başlanğıcda yox da reaksiyadan sonra desəydi cavab nə olardı? İndi bax burada biraz savad lazımdır biraz. Biraz savad lazımdır burada. Orada müəllim sinkarbonatdan sinkonu Bizə tapacaqdıq. Sonra bu birisi sinko ilə cəmləyəcəkdik. Elə bir müəllim sinkarbonatdan sinkonun kütləsini tapırıq. O birisi Deməli, sinko ilə cəmləyirik. mən belə yəni mən tərs köşə edirəm də. Mən E deyib A deyirəm. E işarəlib A deyirəm. Hə, de görüm izah elə bir dənə. Qəşəng nəsə orada nəsə izah edir, mənə ləzzət elədi. Mənə ləzzət elədi o izahını. De görüm o izahı mənə. 44 qram azalanda, deyirsən müəllim, 44 qram azalanda nə qədər sinkoks əmələ gəlir? Hə? Bir də deyirsən ki, müəllim, bəs 1,76 qram azalanda nə qədər əmələ gəlməlidir? Elə deyirsən, Hı hı. nə qədər eləyir bu? Dəqiqə. Mən molla yazdım. Molla lazım deyil. Sinkonun kütləsi 25. 65 plus 16 81. Şeydir. 44 neçə azalmışdı? Nəyə bölüblər 44-ü? Bölü 8-ə mi bölüblər? Nəyə bölüblər? 15-ə bölüblər? Nəyə bölüblər? 20-yə bölüblər? Heç bilmirəm nəyə. 3,24 alınır müəllim. 3,24 aldı. 3,124. 3,24 buradan Bəli. aldı. Bir də əvvəldə nə qədər var idi əvvəldə? Əvvəldə nə qədər var idi? 3. Topla bunları 6,24 reaksiyadan sonra oldu. 124. Əsas bildir. Keçən növbəti 21-ci suala. Gəldik kalium OH. Əsl nə var? Nəysə. Heç bir nəfər demir ki, ay müəllim, 8-dən 1,76-ya düşübsə, 8-dən 1,76-nı çıxsaq nə qalır? 6,24 qalmır. Onsuz da sink karbonat, sink o ilə karbon qazına parçalanmır. Onsuz da reaksiyadan sonra buradan da sink alınır. Əvvəldə isə ehtiyac yoxdur axı bu. Belə çıx da bunu 1,76-nı. Yoxdur axı. Bir nəfər danışmıraq. 21. Kalium OH plus xlor. Yəni özüm öz tərifimi tapıram. Kalium OH plus xlor. Hə. Kalium OH plus xlor. Şu an nə alır reaksiya nəticəsində? Kalsium flor plus kalsium xloru. Kalium klor deyilən, kalsium yox. Kalium klor, Ay, kalium kloru və su. bəli. Və burada əgər, indi qulaq as ki, sən burada deyə bilməzsən. Əgər alınan maddənin parçalanması manqan O2 vasitə nə istifadə eləməlisən burada? Temperatur istifadə eləməlisən. 21-ci sualda temperatur. Bəlkə temperaturu var, bizim vermə onu yadımızdan çıxıb. 21-ci sualı qeyd eləyək. Mən bunu düzəldəcəm. Çünki bizə ikinci dəfə imtahanlarda bunlar lazım olacaqlar. Onsuz da hazırlaşan uşaqlar olacaq böyük ehtimal ki. Onlardan uşaq burada T olmalıdır. Kalium klorür. Kalium klorür nəyə parçalanır manqan O2 ilə? 2020-ci ilə düşür bu sual. Kalium klor və oksigenə. Oksigen. Sonra uşaqlar ferium plus oksigen reaksiyasından nə alınırdı? Ferium 3 2. O4. Bu da bizim zet maddəmizdir. Zet maddəsi dəmir yanığı adlanır. Bəli. Düz. Bu nədir? Deməli, bu nədir? Doğrudur. Bəli, dəmir yanığı adlanır. Bu nədir? Doğrudur. Dəmir atomları yox. Uşaqlar, ferium soru bilsən də. Ferium ilə nədir? Ferium 2 Aşıq oksit. Bəli, bəli, bəli. Deməli, bu deməli nədir? Yalandır. Həm müsbət 2, həm müsbət 3-dür. Termit qarşılığı. Termit qarşılığı nə idi? Ferium 3O4-dən 5 düzdür. alüminium. 1,5. Dəmir yolu reaksiyası, elə deyil? Dəmir yolu reaksiyası. Qatar reyslərini bununla qaynaq verirlər. Deməli, 8, 3, 9, 4. Bax belə. 3-ün 8-dən nisbət dəmir yolu, qatar reysləri birbirine qaynaq verirlər. Şu metro zatları səslərinə var. Termit qarşı təxminə baxılır. Bəli, turşu oksididir. Nə əlaqə? Fermisi, turşu oksidi, metal oksidi nə var? Metal oksidi, turşu oksidi ola bilər. Bu qarışıq oksiddir. Çubuğun istehsalında xam kimi istifadə olunur mu? Bəli. Fermisidir, çubuğun istehsalında xam kimi istifadə oluna bilər. Doğru deyil deyildi. 2 ilə 4 yəni əlavə. Sual 2020-ci il qəbul imtahanlarında birinci qruplardan soruşublar bu sual. Gəldi 22-ci suala. Müəllim, termit qarışığı deyə bilərsiniz mənə? Termit qarışığı nə oldu? Ferium 3O4 üzərinə gəl alüminium. Alınır feriumdan alüminium 2O3. Yaxşı mı? Bura olur. Bu ikisi bir yerdə termit qarşılığı. Termit qaynağı da deyirlər buna. Bura 3-dür. Bu 8-in üstünə. Bəli, bəli, bəli. Bu ikisi bir yerdə termit qarşılığı adlanır. İkisi bir yerdə. Ha. Bəli, başa düşdüm. Hə, sinklə bağlı hansı eyni maddanın? Sink plus su reaksiyasında alınırdı? Sink oksid, bir də hidrogen alınır. Sink plus natrium OH-ın, sink plus natrium OH-dan uşaqlar. Hamısının hansı, nədir? Hamısında hansı eyni maddə alınır? Uşaqlar, bu sual bilirsən nədir?
Bu sual deyir ki, mənə savad lazım deyil deyir. Sink istər qələvi məhlullar, istərsə ərintisə nə alırdı, nə ayırırdı həmişə? Hidrogen qazı ayırırdı. Hidrogen. Bəli. Burada alınır natrium 2, sink O2 ilə hidrogen alınır. Bəli, bu sual bir tık bu hissəsində ola bilər başa düşməsi. Amma test dediyim kimi hidrogenə köklənir. Sinkin natrium OH məhlulunda burada su var da. Burada natrium 2, sink OH 4 dəfə, bir də burada hidrogen qazı alınır. Yəni bu söhbət hidrogenə köklənib cavabı yalnız bir A variantı. Belə. Bu məhlul, ərinti bu məhluldadır. Yəni əslində dediyim kimi sual sırf hidrogenə köklənir. 23-cü sualda hansı reaksiyada feri müsbət 2-dən müsbət 3 deməli proses baş verir? Aydın məsələdə xlor burada mənfi bir dəmir müsbət 2, müsbət 1, feri OH ilə birləşir burada. Burada ümumiyyətlə müsbət 2-dən müsbət 3-ə dəyişməyi nədir? Yoxdur. Yəni bu yalan söhbətdir. Burada natrium xlor alınır. Amma bir də gəlin B variantına baxaq. Get-gedə qonurlaşan yaşıntı çöküntü söhbəti. Feri OH üzərinə H2O2 və O2 gəlir. Nə alınır burada? Feri OH 3 alınır. Burada müsbət 2-dir. Burada nədir? Müsbət 3-dür. Testin düzgün cavab variantı. Hə, bəli, bəli, deyə bilərsən. Məhlul deyəndə, bəli, natrium OH məhlulu, orada su var. Başa düşdün, su var orada. Yəni, qələvi məhlulu deyirsə. Hə, bu C variantı ümumiyyətlə burada heç kim dəyişmir. H burada OH-ı götürür. Əmələ gəlir nə? H2O və yerdə, bax, sən 2 mol götür günən bunu. Əmələ gəlsin nə? Ferim xlor. Yəni, fərqi yoxdur. Burada dəmir nədir? Dəyişmir. Burada ferim OH 3-dür, olar. Bu ferim 2 O3. Necə? Necə? Başa düşmədim. Eşitmədim, səsin qırıldı. Hə. Burada da uşaqlar bilirsən ki, dəmir burada dəyişmir. Burada da müsbət 3-dür, burada da müsbət 3-dür. Burada nə alınır? Alüminium 2, SO4 3 dəfə və burada nə alınır? Ferium. Burada da dəmir müsbət 2-dən nəyə gəlir? 0 gəlir. Yəni dəmir burada müsbət 2-dən müsbət 3 ancaq B variantına gəlir. Gələk növbəti sualım. Müəllim, niyə B? B-də cavab. Ferium OH3 alınır da. Dəmir müsbət 2-dən müsbət 3 gəlir da. Ben başa düştüm ben. Gələn növbəti 24-cü sual. Hansı reaksiya məhlulda baş vermir? Siz bilməlisiniz ki, metalların bir-birinin duzundan çıxarması maqnezium qızıl ağındaqdır. Sink quruşunu çıxara bilərmi? Bəli. Sink NO3 2 dəfə, plüm 1. Dəmir sinki çıxara bilərmi? Qələtdir. Sink dəmirdən qabaqda da uşaqlar fəallı sırasında. Dəmir nədir? Sinki çıxara bilməz. Cavab B variantı. Uşaq, bu aydın məsələdir ki, mənfi bir müsbət ki, duz əsas reaksiyası. Sink OH2 çöküntü natrium xlor. Sink SO4 alınacaq burada. Bir də hidrogen qazı çıxacaq buradan. Sink xlorla birləşəcək, hidrogen qazı çıxacaq buradan. Bu da uşaq sink OH2 ilə natrium Cl alınacaq. Yəni diqqətli olursunuz, ehtiyatlı olursunuz. Keçən il düşüb bu sual, bəli, bu sual yaxın illərdə istifadə olunur. Yox, keçən il bu düşmür, buna bənzər düşüb bir dənə sual. Səbirli olun. Keçən 25-ci suala. Hansı reaksiya üzrə alüminium OH3 alınmır deyir. Şöyle alüminium OH3 biz demişik də alüminium OH3 alınmır deyir. Diqqətli olaq. Amalgama demişdim axı. Amalgama özünü natrium kalium kimi aparır. Su ilə reaksiya girəndə alüminium OH3 bir də hidrogen qazı çıxır. Nə olar bir tələsməyə cavab verməyə də. Bəs bir variantlara bir göz atmaq lazımdır. B variantı, E variantı hansı reaksiyadır? Duz əsas reaksiyasıdır. Tələsməyə cavab verəndə. Duz əsas reaksiyasıdır. Duz əsas. Alüminium OH3 bu suda həll olan duzdur. Alüminium OH3 alınacaq burada. Bir də nə alınacaq? Natrium NO3 alınacaq. Alına bilər. Bu da yeni qaydan. Alüminium OH3 alınacaq burada. Bir də kalium xloru alınacaq. Uşaqlar D variantıdır cavab. Çünki alüminium oksidi su ilə reaksiyaya getmir. Burada alüminium OH3 bir də nə alınacaq? Barium sülfat. Amfoter oksidlər su ilə reaksiyaya getmirlər. Yatmısınız, diqqətli olun. Ay. Burada da adı nədir? Başqa nə qaldı burada? Başqa heç nə. Şola gələk qəşəng bir suala. Super bir suala. Deməli, kalsium karbid məşhur bir maddədir və kalsium karbidlərdə bəli, su gəlirəm. Bilirəm ki, burada gözləyim. Mən bunu da səliqən aşağıda bir yerə yazım. Deməli, kalsium karbid üzərinə gəlinsin su. Nə alınır reaksiya nəticəsində? Kalsium OH2, bir də C2H2. Və uşaqlar, burada bu çox dəfələrlə yazılmış bir sualdır. Dəfələrlə yazılmış. Buradan çıxan qaz
S2H2-dir. Mən bunu hətta sizə yolunu da öyrətmişdim. Allah uzaq eləsin, yadınızda qalar birdən. Müsbət 2, mənfi 1, müsbət 1, mənfi 1. Bu buna birləşir, bu da buna. Kalsium OH2 və S2H2. Bir də bunun yanında bir dənə bunun dostu var idi. Alüminium 4C3. Alüminium karbon. Bəli, ondan da metan alınır. Ay, yaxşı. CH. Və uşaqlar, biz nətər demişdik? 1 mol 2 moldan gedir və 1 mol alınır. 1 mol neçə litrdir? 22-14 litrdir. Bunu 3 verib, bunu da nə verib? 4 verib. Görməli, oradan bir dənə başı işləyən biri olacaq bunu əldə eləmək üçün. Yuxarı Ha, var mı Burada bir dənə? artıq qalma var. Dərk Artıq edir yəni. Bəli, kalsium karbid artıq qalıb. bəli, yuxarını aşağı bölsən, hansı bölsə artıq. Elə bir 44 adı nədir? Elə 44,8 almış. danışana hətta deyiblər, ya, Allah kömək olsun, yazın, danışın, dərsi fəallaşdırın. Biz elə birinci dəfədir belə sual həll edirik. 3-ü 1-ə bölürsən 4-ü 2. Hansı bölsə artıqdır da. Bu artıqdır. Hesabat tam sərf ona görə aparılır. Olmadı ki. X-i tapın buradan. X neçə edir buradan? Kömək elə mənə 44. X. 44 olmuş. Daha verəcək C variantı. Dərsdə indi bu günləri Raul yoxdur. Xəyala iştirak eləmir bu gün dərsdə. Adı nədir? Onlar daha çox izaha meyilli idilər. Nə bilim, arada bir nəfər danışırdı. Nuray arada danışır, Nuray da danışmır. Adı nədir? Başqa Cəvahir arada danışırdı, danışmır. Nə bilim. Sonra kim danışırdı? Lalə danışırdı, arada danışmır. Sonra nə bilim, başqa Nuray arada bir səsini çıxardırdı. Nə bilim, Zemfirə danışırdı. Danışmırlar. Heç kim danışmır. Heç kim danışmaq istəmir. Elə bir ki, danışan nəsə deyiblər. Ya da ki, mənim ağlıma belə bir versiya gəlir. Böyük ehtimal ki, bu uşaqlar Zoom-u açıblar, Zoom-u qoyub yatıblar. Mən də burada baxın layla edirəm. Mən də burada layla edirəm onlar üçün. Başqa ağlıma heç nə gəlmir. Olmaz ki, vallah deyirəm, bu dərsin qədrini bilmək lazımdır. Vallah deyirəm, bu dərsin qədrini bilmək lazımdır. Oturmuşam burada dənə-dənə suallar izah edirəm ki, hər şey deyirəm ki, yəni yadınızdan çıxmasın. Niyə olmur? Vallahi Allah, mən danışıram orada, inansın. Uşaq var. Bu günləri biz bir valideynlə həmsöhbət olub. Deyir müəllim, siz danışırsınız, səsiniz o qədər uşaqlar deyir, uşaqlar dərsin ortasında ya. Bir müəllim laylay deyir elə. Mən nətər edeyim bəs buna? Ayos, şeydir, yox, uşaqlar. Diqqət, yatmayaq dərs, ayıq olaq, dərsə diqqətlə qulaq asın. Bu gün kimi dərs izah edirik. Qəşəngdir, maraqlı dərs, bura sizi gedir burada. Olmaz ki. Nətər eləyək? Yaxşı, mən sizinlə nə işlədim ki, sizin xoşda gəlsin sual? Deməli, uşaqlar, bu sualı həll etmək üçün nə qaydanı bilmək lazımdır bir dənə. Bu təbii cipslə bağlı olan bir sualdır. Təbii cipslə bağlı. Diqqətlə qulaq asın mənə. Ümumiyyətlə, mən sizə bir şey deyəcəm. Bax, belə bir qayda deyirəm sizə. Bu kalsium SO4 yanında 2 dənə su var. Bu nə idi? Təbii cipsdir. Təbii cips. Sonra bunun tərsdəsi yazsa, kalsium sülfatı 2 dənə yazırsan. Suyu bir dənə yazırsan. Bu yarı sulu cips və yaxud da buna alebastır deyirlər. Alebastır. Bu nədə istifadə olunur? Tikinti işlərində, cips dilləri tökülür, tez bərkiyir. Ondan sonra yapışdıran nəsə istifadə, heykəl farşda istifadə olunur. Çox məşhur maddədir. Tipdə sınıqları bərpa edirlər. Bir də boş kalsium SO4, buna deyirlər ölü cips. Və yaxud da bunun digər adı nədir? Deməli, susuz cipsdir. Ölü cips və yaxud da susuz cips deyirlər. Belə uşaqlar, buna diqqət edin. Bu arada deyim ki, uşaqlar, alebastır, susuz cips təbii cipsdən alınır. Kalsium sülfat yanında 2 dənə su var. Onu 2 mol götürürsən, qızdırırsan onu, adı nədir? Qızdıran zaman 180 dərəcəyə qədər alınır. Kalsium SO4-dən 2 dənə, bir də su. Bir dənə baş vişlər. Burada neçə dənə su var toplam? 4 dənə. Biri buradadır. 3 dənə versəm piyasdan gəlir. Bu alebastırın alınmasıdır. Tərsi də alebastırın bərkiməsidir. Tərsi, yəni bunun tərsinə qoyursan. Elə bir ki, təbii cipsi suya tökürsən də. Ondan sonra təbii cipsə çevrilir. Yəni bunu böyük ehtimal ki, həyatınızda ən azından bir dəfə görmüsünüz. Yəni gündəlik məişət işlərində zətlər istifadə olunur. Yəni belə tikintidə də. Alebastır uşaqlar deməli nədir? Kalsium SO4 yanında 2 dənə su H2. Susuz cips dedik ki, kalsium sülfat yanında üzr istəyirəm, susuz dedik budur. Və ən nəhayət təbii cips, kalsium SO4 vurulsun 2 dənə su.
Oksigen atomlarının sayı, burada nə qədər oksigen var? 8, bu da bir 9. A bərabər 9. Burada nədir? 4'dür. Bu da nə qədər? 4, bu da 2, 6'dır. Deməli, A böyükdür C-dən, kiçikdir mən verir. A böyükdür C-dən, böyükdür B-dən. Yəni, B kiçikdir C-dən, o da kiçikdir A-dan. Var belə cavab C variantı. Yəni, bu da bir qayda, da bir nəzəriyyədir bura. Qardaş, bu mənlik deyilmiş. Keçək növbəti suala. Və növbəti sualımızda görə dəmirdən gəlib növbəti sual. Görək dəmirdən bizdən nə istəyirlər. Dəmirin deməli üzərinə ferium sülfat gəlir. Burada nə alınır? Ferium SO4, bir də nə alınır? Hidrogen alınır. Təbii ki, burada hidrogen qazı alınır. Deməli, hidrogen alınır, bu bura gedir. Bir də hamısını yazı sonra fikirləşək. Çöldə qalan dəmir ətraf mühitin suyunu, oksijeni özünə birləşdirən nəyə çevrilir? Berium, OH, 3-ə, pasta, koroziya. Dəmir plus qatı sulfat dursun. Qatı sulfatda 3 dənə maddə alınır. Mən yazda qalıb qalmıyor. Ferium, Ferium SO, SO4, SO2. SO2-yə belə suya. Ay yaşa. Dəmirin paslanması, bu bura gedəcək. Dəmirin paslanmasıdır. Hidrogen alınan, bu bura gedəcək. Adı nədir? Bunundur. Hidrogen alınan, bu bura gedəcək. Ondan sonra reaksiya getmir. Burada hamısı gedir. Duz alınır. Uşaqlar, burada iş burasındadır ki, burada da duz alınır. Yəni, mən bunu nətər edeyim? Uşaqlar, hər ikisini götürün bunu. Bəli, var elə var. C variantında var. Ha, varmış. Görürsən, heç fikir verir. Birdən gördüm. Həm bura gedəcək, həm bura gedəcək, həm də bura gedəcək. Fikir versən, çox necə mundar sualdır. Hem eyni rəqəm ola bilər ki, hər ikisində. Ha, ha. Cavab hansı olur? Naxışmalı Hə, Y necə? variantı ola bilər. Ha, görsən necə mundar sualdır. Y ola bilər. Görsən necə mundar sualdır. Vay, 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 vay. Çox mundar sualdır ha. Birdən gördüm. Amma prosta bəxtdən, ayda, ola bilər, adam səhv edə bilər bu sualı. Bu suala diqqət eləmək lazımdır. Davam edək növbəti 29-cu suala. Hansı reaksiya nəticəsində dəmirin oksigen müsbət 2 olan birləşməsi alınır? Qatı sulfatda neçə dənə maddə alınır? 3 dənə maddə alınır. Ferium SO4, SO2 və SO. Demişdim 3 maddə 3 valent enerjide saxlayırsınız. Və burada dəmiri SO4 2, dəmiri 3 götürürsən. Ferium 2, SO4 3 dəfə. Bu da şöyle neytrallaşma reaksiyasıdır. 3 dənə H-dan 3 dənə OH elir 3 dənə su. Hə, ola bilər Nizam, bəlkə də atmaq da olardı sual, nə bilim. Və alınır ferium PO4 alınır burada. Sonra gəldi C variantı. Ferium OH3 alınır, bir də natrium flor. Ən nəhayət sevimli variant D variantı. Ferium nə ilə birləşir burada? Florla birləşir. Ferium klor. Demişdik ki, maddə ziyada saxlamışdıq. 2 valent kimi. Yəni İki valent. Qatı nitratdan sonra 3 dənə maddə alınır da. Ferium NO3 3 dəfə. Baxmaq lazım. NO bir də su. Burada mən demişdim ki, dəmirlə xromda turşulan reaksiya gedəndə özünə zəif metalları duzundan çıxardan 3 maddə, 3 valent, 2 maddə, 2 valent yadda saxlayırsan, olay bitmişdir. Gəldi 30-cu suala. Qarşının tərkibi alüminyumla misli. Alüminyumu gördüm, daha beynimə nə danqələməlidir? Beynimə danqələməlidir. Bir şey alüminyum görəndə. Qələvi, amfoterdir deyə. Mis onsuz da H-ını çölsən ayıranmazsan. Mis gələcək H-ının ölçüsünə. Ondan sonra adı nədir? Bu da ki, heç biri getməyəcək. Çünki burada cavab şey verin, nə qədər natrium OH var burada. Bu da qalır bir dənə qızılla mis. Uşaqlar, qızılla da mis nəyini ayırasın? Nitrat turşusu. Çünki baxlarda bu sualın bənzərini yazdım. Mis, civə, deməli, gümüş, platin, qızıl. Platin, qızıl birisi də ümumiyyətlə turşularla getmir. Bir dənə sararağı zərhəldə həll olur. Burada da ki, misin dostu kimdir? Nitrat turşusudur. Yəni, mis nitrat turşusu ilə reaksiyaya daxil olacaq. Yəni, burada natrium OH götürürsən, alüminlə gedir, mislə getmir. Burada da nitrat turş götürürsən, mislə gedir, qızılla getmir. Amma bunu götürsən, heç birinə getməyəcək. H-lon heç birinə getməyəcək. Nə bununla, nə bununla getməyəcək. Natrium ioniz heç birinə. Bir sual verə bilərəm. Hı. Bu çar arağı reaksiyası reaksiya şəklində var, tənlik şəklində, yoxsa elə sözlə Var, deyil? var. Yəni sual şəklində soruşa bilərlər onu. Yox, soruşmurlar, yox, narahat olma. Soruşmurlar, yox. Narahat olma. Dördüncü qruplara da. Necə? Dördüncü qruplara da. Yox, soruşmurlar, soruşmurlar. Narahat olma. Gələk 31-ci suala. Şəklə əsasən, burada ola bilirsiniz ki, reaksiya nəticəsində nə alınır? Burada ferium OH2 alınır. Ferium OH2 nədir? Suda hall olunan əsaslar nədir? Çöküntüdür. Yəni burada çöküntü alınan kimdir?
Çöküntü alınan. Bəli, cavab D variantıdır. Görə düzmü dedim? Ay ya ya səhv qarışdırdım. Çöküntü Y-dir. Cavab olacaq C variantı. Feri maaşı çöküntüdür. Kalin klorsuda həll olan düzdür. Qarışdırdın. Qarışdırdın Nizami, qarışdırdın. Heyf. Bir çuval inciri bərbad elədin. Tərsinə edin, Allah saxlamış. Kalium klor deyirəm həll olacaq, suda məhlul olacaq. Feri maaşı Y çökəcək qabın dibinə də. Yəni feri maaşı çökəcək qabın dibinə. Sonra gələk növbəti 32. Şola demişdi ki, bu sual nə idi? Deməli, dəmir hansı metalları duzundan çıxara bilir? Dəmir özündən zəif metalları neyir? Duzundan çıxarır. Dəmir bu da maqnizm çıxaranmaz. Natrium nə əlaqə? Alüminium çıxara bilməz. Bu da getdi, bu da getdi. Cavab E variantıdır. Çünki fəallıq sırasında mis və quruşun dəmirdən nədir? Sonra da var, duzundan çıxara bilər. Duzundan çıxartdığı metal həmin o dəmir lövhənin üstünə çökür də. Aydın oldu mu? Dəmir lövhəni neyniyir? Üstünə çökür. Yaxşı, diqqətli olmaq lazımdır. Davam eləyək digər məsələ ilə. Digər məsələ ilə davam eləyək. 33-cü sualda. 33-cü sualda uşaqlar. Mis SO4 plus ferium. Burada nə alınır reaksiya nəticəsində? Ferium SO4 plus Ferium SO4 bir də nə alınır? Mis alınır. Və buradan alınan ferium SO4 və misdir. İndi başlı işlətkinə. Bunlardan mis qələvi ilə reaksiya daxil olar? Xeyr. Olmuş. Daxil olmaz. Çünki qələvi ilə reaksiya amfiter metal olmaz. Deməli, bu X kimdir burada? Misdir. Y kimdir? Ferium SO4'tür. Ferium SO4'ün üzərinə də 2 mol natrium OH yəni nə alınır burada? Ferium OH 2, bir də natrium sülfat. İl 2022 qəbul imtahanı 2-ci cəhd Ülvi adında bir şagirdim var idi. 625 bal yox, birinci qrup idi. Və Ülviyyən elədiyi səhv. 61-ci sual idi bu sual. Və Ülviyə bu sualı bir dənə bunu səhv yazmışdı. Və özlə nəyi? Yerlərin qarışdırmışdı. Yəni, sual düz yazmışdı, yerlərin qarışdırmışdı. 2022-ci il 2-ci cəhd imtahanına düşüb bu sual. 61-ci sualı, bilmirəm də hansı variantın 61 idi. Da o qədərini də bilmirəm də. Ya belə. Yəni, bu sual travmalı sualdır. Ha, 625 bal yığmışdı. 2022-ci il, 2022-ci il, 2022-ci il 2-ci cəhd imtahanına düşüb bu sual. Qəbul imtahanlarında. Bilmirəm hansı variantda 61-ci sual idi. Və bunu səhv yazmışdı Ülviyə. Hətta 30-u qaçırmışdır bu sualına. Heyf, çox pis anı deyə. 30-u qaçırmışdır o sualına. Yəni, çox pis bir şeydir. Burada nə oldu onun cavabı? Cavabı da bilməli nə oldu? Deməli, X-imiz mis oldu, Y-imiz ferium SO4 oldu. Cavab oldu D variantı. Ha, çox pis hisdir. Yadıma gəlir. Hər şey düz yazmış deyə. Çox, yəni heç nə. A oldu cavab. A olmadı axı. Cavab D variantı olmadı 33-də. Yox, mən onu demirəm, 34-ü deyil. Ha, 34 yaxşı. 34-cü sualda gəlin bir reaksiyalar yazaq. Litium plus oksigendən nə alınır? Oksit, adi oksit alınır. Oksid Əsas alınır. Natrium plus oksigendən nə alınır? peroksit. Bəli, peroksid. Kalium plus oksigen reaksiyasından nə alınır? Kalium molekülü nə idi? Super oksid. Və digərlərini yazaq. Deməli, yerdə nə qaldı? Kalsiyum qaldı. Kalsiyum plus oksigen reaksiyasından nə alınır? Kalsiyum alınır, oksid. Bəs yaxşı, xlor plus oksigen reaksiyasından nə alınır uşaqlar? Reaksiya getmir. Ayda az qalmışdı kimsə radara düşər. Xlor oksigenlə getmir reaksiya. Heç nə uşaqlar. Deməli, oksidə, peroksidə kim getdi? Peroksidə. E getdi. Oksidə kim getdi? Kalsiyumla litium getdi. B ilə D getdi. Superoksidə kim getdi? Ancaq A getdi. Bunu en azından bunu deməkdən disinmişəm. Gəldi 35-ci suala. Tərkibində 24% kənarı qarşılanır. Deməli, 1 kiloqram neçə qram edir? 1 kiloqram. 1000 qram edir. 1000 24% kənardırsa, deməli 76% nədir? 0,7. Mən demişəmsə, bu yağ nümunəsinə bənzər. Dükandan yağ alırsan, amma heç hamısı yağdır, elə deyil. Amma yağdır sən. Kənar içində başqa şeylər də var da. Onun 80% yağdır. Yəni, bu da xrom 2O3 mineralıdır. 24% başqa şey var. Amma 760 qram təmiz xrom 2O3 var.
Xrom 2 o üçün də üzərinə ayrı menim gəlsin. Heç gəlməyə də bilərsən. Nə fərqi var? Birbaşa Xrom yaz. Bunu mən sənə deyirəm. Bura birbaşa 2 yaz. 152-dən nə qədər alınır? 2 vur 52. Bəs yaxşı. 760-dan nə qədər alınır? Buna bir dənə x-də bir dənə qoldan güclü lazımdır bir nəfər. Qoldan güclü. Qoldan güclü. 152-yə 104. 760-a da x. Birisi hesablasın da bunu. 520. 520. Bəli, mən də 520 almışam. Şu. Bəli, bəli, 520. 520'dir. Bəli. Gəldi 36-cı suala. Birincisi. Natrium, kalium və kalsium metalları üçün nə doğrudur? Sulfatları Kalsium sodu. bəli, Su. kalsium sulfat həll olunur, yalan. Natrium, kalium bəli. Atomların iyonlaşma enerjiləri bərabər xeyrinə əlaqə. Biri buradadır, biri aşağıda, biri bu yana da eyni ola bilər bu. Bu da yalandır. S elementləridir. Bu nədir? Doğrudur. Sərbəst halda xlorla ərinsin. Bəli, bu da doğru. Şu an demişdim sizə, aktiv metalları almaq üçün nə edirik? Kloridlərinin ərintisinin elektrolizindən nə edirik? İstifadə edirik. Gəldik nəhayət sonuncu sual, ətraflı sualdır. Əslində bu sual dəmirlə düşüb bir dəfəsə qəbul imtahanlarına, bir dəfə də ürəkləri soymuş xromla veriblər. Deməli, reaksiyamızı yazaq. Deməli, yazaq. Qatı ilə alanda 3 planeti olurdu. Həqiqə bir dənə bu sualı buradan götürüm. Yəni, dəmirlə xrom görsünüz. Sonra bu sual da keçən il imtahanda istifadə olunub bu arada. İkinci cəhətdə istifadə. Deməli, xromun üzərinə gəlirəm. Qatı sülfat turşusu. Qatı sülfat Xrom 2, turşusu. SO4, 3, SO2 su. Bəli, hə, keçən il düşüb. Nə alınır reaksiya nəticəsində? Bəli, xrom 2, SO4 3 dəfə, əhsən. SO2 bir də nə alınır? Su alınır. Bu demişəm də, mən sizə bir qayda demişəm. Sülfatın qatısı qrupu, nitratın qatısında nəyə getmək lazımdır? Mütləq ORR-yə getmək lazımdır. Mütləq. Bir dənə hansılar getmək lazım deyildi? Mislə quruşunda, qatı sülfatda. Çünki orada şifa əmsalaşa bilir, elə deyil. Uşaqlar, biz bunlar dəyərli şeylərdir. Vallahi imtahan sırasında bunu eləyənə var. Mənə deyəsən, nə yaxşı o adam mənə bunu demişdi. Bu təcrübə məsələsidir. Bu təcrübə məsələsidir. Çünki mən imtahan təcrübəm çoxdur deyə, mən bilirəm uşaq nəyə səhv edir imtahanda. Nədə vaxt itirir. Və bunlara tələb həmişə nə olurdu? Sağ. Deməli, vuraq 2-yə, 2, 2, 2, 6, 2, 3, 1, yerin dəyiş, 1, 3. 3-ü bura yaz, 1-i bura yaz, 2-ni bura yaz, 3 kürt burada, 3 də burada, 6 bura, 6 yaz, suyun da qabağına 6 yaz. Necə? Başa düşmədim. Əmsalaşdırma deyirdim mənim 6 olmasını. Əla. 2 xrom üzərinə gəlir 6H2 SO4 və nə alınır burada? Xrom 2 SO4 3 dəfə, SO2 və deməli 6 dənə də su. Burada nə verir bizə? Molun zamanı. Molun çox olan kimdir yuxarıda? Bu X olacaq kimdir? su. Sudur. Bu kimdir? SO2'dir. Bu kimdir? Xrom 2 SO4 3'dür. Vəssalam. Elçamol deyir ki, indi nə qədər su əmələ gəlib bizdə? Su nə qədər əmələ gəlib bizdə? Su. 3.6. Aşağıda yazıram 6 mol əmələ gəlib. Deyir ki, neçə mol Z əmələ gəlir? Təbii ki, 6 mol bundan əmələ. Z nə qədər əmələ gəlirdi? 0.6. Buna bir A deyək. Buradan A-nı tapaq. 0.6 elədi. Bəli. Valla birinci yazdıq, əmsallaşdırdıq. Bir də ki, bunu hesabladıq. Bu da ikincinin cavabıdır. Neçədə üzrə çıxdı? 37 sual düşüb indiyə qədər. Metallar və onlarla əlaqəli suallar düşüb. Bax, belə bir gözəl bir izahlar getdi bunun üçün. 35 düz yazan var 37-dən. Yaxşıdır, 33 yazan var. Pis deyil, 34 var. Cəvahir yazıb, Nuray 33 yazıb. Nuraylar yaxşı yazıblar. Əslində, adı nədir? Nuray çox qəşəng yazır. Hətta səhvsiz yazdığı da olur. Dəfələrlə səhvsiz yazır. Dəfələrlə səhvsiz yazır. Bir də xəyal elədir. O da çox səhvsiz yazır. Sözündə mənə görə o səhvində xırda nasazlıqlar var inşallah. Onlar dərsləri, kayıtlarını izləyir. Çox nadir uşaqlar var ki, dərsə qoşulmasa da müəllimin dərs izahını izləyir. Yəni, dərsin gedişatını izləyir. Müəllimin neynədiyini, bugün dərsə qoşulmasan belə, müəllim bugün neynir bu qrupda? Onları izləyir. Çünki sən bilməlisən ki, sən dərsə qoşulsan da, qoşulmasan da bunu eləməlisən. Mütləq şəkildə, hə, uşaqlar, Cabbar biri elədi. Hardan bilirəm, uşaqlar, çünki mən o uşaq, hətta mən o günləri
adı nədir? Dərsdə dedi ki, müəllim, filan yerdə mənim adımı da çəkmişsiniz ki, mən dərsdə olmamışam, amma mən həmin mövzunu izlədim deyir. Adı nədir? Və səhvlərim də olmadı fosforun qəbulundan. Mən bilirəm ki, uşaq işləyir. Yəni onu çünki çox çalışan uşaqlar var aranızda. İnşallah nəticələri yaxşı olacaq. Təbii ki, çalışan, əziyyət çəkən zəhmətin bəhrəsini görür onsuz da. Sən istəyirsən danış, istəyirsən danışma, o əziyyətin bəhrəsini görəcək. Uşaqlar, qəbul sualları da bitdi və indi bizdə nə qaldı? Bizdə nə qaldı? Bizdə. Bizə dəqiqə. Buna da bir dənə belə şey açılıb. Vay, vay, vay. Hə, inanırsınız da 1000 dənə vəsait. Buna da. Hə, bu getdi. İndi gəlin inşallah o quizi də tez bazar bir dənə izahını edeyim sizin üçün. Quizi də bir dənə izah edək və beləliklə keçək digər məsələlərə. Metallar. Metallarda görək nə olur. İnşallah metallar bölümündəyik. Metallarda səbirli olun deyəcəm. Bir dəqiqə səbirli olun. Biraz səbirlə davranın. Eyni söylətilmiş metalların hansının xloritursa reaksiyası zamanı daha az hidrogen alınır? Bunun qaydasını tezə öyrətmişdim mən sizə. Çoxa az, aza çox. Bəli. Eyni kütlədə deyirsə, bəs bərabər mol desəydi nə tər olardı? Mollarla bax. O heç nə. Mollarında hamısına eyni qədər alınacaq. Hamısından 0,5 alınacaq. Görsən? Sual dəyişmə 2 vur 2-dir. Eyni kütlədə deyəndə adı nədir? Alınır. Amma bərabər mol deyəndə bir müəllim, birinci qrup üçün bura 265 bir sənədir. Şedevrdir. Bura 265 bir sənədir. Əladır. Onu bir sənədir. Onu üstünü düzəltmək lazımdır. Onu 400 eləmək lazımdır üstünə. 665. O bir sənədir. Yağdır, qaymaq. Onu heç nə eləməklə. Halaldır sənə. Onu bir sənə, onun üstünü düzəltmək lazımdır. Hamısını 30, 400. Deməli, eyni kütlədə götürülmüş metallardan hansının xloritur reaksiyasını dedi ki, bərabər kütlədə götürəndə həmişə ayeri, emeri az olanlar nədir? Demişdik ki, daha çox maddə alınır. Təbii ki, burada daha az hidrogen alınır. Deməli, burada ən böyük götürəsisən. Yəni, cavabımız olacaq E variantı Cesium. Bunu yoxlamısınız hər halda. Burada bəlkə bunu dənə-dənə izah eləməyin. Burada əgər xüsusi suallarınız varsa, onları deyin. Olar elə. Mən qəbul özüm incələdim. Mən onu bilərəkdən eləyirəm. Ki, qəbul imtahanı özüm sualları incələyirəm ki, hər bir şeyə diqqət eləmək lazımdır. 24-cü sualda əlavə, xrom bizdə istisna elementdir, uşaqlar. 24-cü element 4s1, 3d5-dir. Doğru deyildir. Bu əlavə yaran qrupdur. Bəli, D var. Normalda 5 tək var, yalandır, 6 təkdir. Bir dənə burada, 5 dənə də buradadır. Deməli, bu da doğru deyil. Ən bərk metaldır, bəli. Doğru deyil, yalnız 2. Da variant. Sonra keçək növbəti suala. Tez bazar. Hansı su ilə reaksiya daxil olmaq? Uşaq bizdə passivlər daxil olmur. Mehtcivər, gümüşlüyün, sonra yerləşən metallar. Sonra keçək. Bütün hallarda 1 mol metal reaksiya daxil olduqda sərf olunan xlorin. Uşaq bu qəbul tipindədir. Alüminium plus xlor. Alüminium olsa sabitdir, alüminium xloru çalınacaq. Mən demişsiniz, 7-ci qrup elementləri metallarla minimum mənfi 1, 6-cı qrup mənfi 2, 5-ci qrup mənfi 3, 4-cü qrup mənfi minimum götürürsən də. Və bu xlorun qabağına bir dənə 1,5 yazsan olaydır. Yəni burada 1,5 sərf olunur 1 mola. Gəldik. Natrium plus xlor 2. Burada nə alınır? Deməli, burası 0,5 yazsam olaydır. Çünki 0,5 2 var, onda 1 edir. 1 mola nə qədər edir? 0,5 gelir. Görsən nə qədər asan da olur. Və ən nəhayət sink plus xlor 2. Daha bir tənasüb qurmursan da. Sink xlor 2. Olsa burada 1-ə 1-dir. Deməli, 1, 1,5, 0,5. 2,5, 3,5. Yoxdur belə cavab. 3-ü D variantı. 1, 1,5, 2,5, bu da 0,5, 3-dür D variantı. Belə. Bu da əslində halogenlər bölümündə belə bir sual işləmişdik biz. İsə 5-ci suala. Qələmi metalların hidroksin əsas xassələri, onların sınanılmasına asılı var. Yuxarıdan aşağı doğru getsə, əsas xassəsi nə idi? Yuxarıdan aşağı doğru əsas xassəsi güclənirdi. Plusdakı onların sıra nömrələri nə idi? Artır. Yəni necə asılıdır? Düz asılıdır. Əmsalı yarıya böldüm. Nədir ki, eləyə bilmərəm ki.
Eləyə bilmərəm ki, bunu ən asan yoludur da bu. Alüminium plus flor hamısını bir-bir götürdüm də. Burada alüminium kloru çalınmır. 3 klor bura 1,5 yazdım da. Bu da riyaziyyatdır da. 1,2 alın yüksələnmiş ki. Amma bu da sənət əsəri yaradır biz burada. Olmaz. Gəldi 5 düz az çəkir 6. Qələm metallar üçün hansı ifadələr doğru deyil? Doğru deyil uşaqlar. Burada qələm metal güclü reduksiya edilir, bəli. Asan əriyəndir, bəli. Adi şəraitdə, bəli. Tez keçirilmir, bəli. Bütün buzlar parçalanır. E variantı yalandır. Natrium karbonat, kalium karbonat, natrium klor, kalium klor. Qızılıqda nədir? Parçalanmır deyirik, əriyir öyrəndik. Gəldik. Uşaqlar, Bəli. deməli, siz bilməlisiniz ki, litium, natrium, kalium yuxarıdan aşağı doğru getdikcə metallıq Atom xassəsi nə edir? Metallıq xassəsi artır. artır. Deyir müəllim, qəbulda neçə sual qail eləmişik. Ən Heç başda az lityum. biliklərdə. Bərklik azalır. Və biz Lityum ən bilirik ki, burada təbii ki, bu yəni məsələn sıraya düşsə, litium budur, natrium budur, kalium da budur. Çünki yuxarıdan aşağı metallar gücləndir axı. Ona görə sürət də artır. Və burada atom Ən radiusu bəsit. təbii ki, yuxarıdan aşağı doğru atom radiusunu indi artır, doğru. Ram yuxarıdan aşağı doğru artır da. Bərklik uşaqlar, bu yalandır. Hə, doğrudur da bu da. Çünki litiumdan başqa hamısı bıçaqla kəsilir. Bu doğrudur. Ərimə temperaturu nədir? Bu isə yalandır. Yəni ərimə temperaturu yuxarıdan aşağı doğru ərimə temperaturu azalır da. Bəli. Azalır da ərimə temperaturu. Yəni cavabımız 1-2 A variantı. Davam edək digər sualla. Hansı maddələrin dəmirlə reaksiya məhsullarına dəmir üstü dair? Bu da çeynəlmiş bir şeydir. Ferium plus H-klor reaksiyasına inanın da eyni şey deməkdən diksinirəm. Ferium klor 2 bir də H2 2 maddə ekvivalent. Ondan sonra dəmir plus flor 2 reaksiyasına nə alırdı? Ferium klor 2. Onsuz da bu bir-birini əks etdi. Deməli bu 4 cavabları avtomatik getdi. Elə deyil. Adı nədir? Bəli. Gəldik Fermin növbəti. Serum haşına üçün durusu ilə girmir reaksiya. Bəli. Ferium Bəli. H-NO2-nun durusunu niyə getməsin ki? Gedir. Qatı ilə Qatıyla qızdıranda gedir. Yəni gedir getməli. Ferium NO3 3 dəfə alınır. NO bir də su. Bu da getdi. 3 variantı hə, 3 variantı götürəsiz. Bu. Mən sənətə öyrətmişdim yadda saxlamaq. Allah uzaq arasın, yadda saxlayarsınız birdən. Demişdim ki, dəmirlə xrom turşularla reaksiyada özünə zəif metal duzundan çıxan 3 maddə, 3 variant, 2 maddə, 2 variant yadda saxlayın. Qatı sülfatda 3 dənə maddə alınmır həmişə. Duz, SO2 su. Duz, nə? 3 dənə maddə alınır da. H-klor avtomatik getdi. Demək olar, burada 3 variant demiş, üzr istəyirəm uşaqlar, bunu götürərsən 3 variant. Mənim 2 variant deyilir. Ferium plus S reaksiyasında FS alınır. Yəni ferium S alınır. Burada da bilirsən də dəmir müsbət 2-dir. Cavabımız olur cavab uşaqlar 3, 4, 5. Yəni A variantı. Şu an mən səhv oxumuşam. Elə bildim 2 variant edilmişik. Ona görə əleyirəm bayaqdan cavabları. Keçək barium və kalsium üçün nə edilir? Kalium OH-la reaksiya heç biri getmir. Amfoter deyirlər ki, getsinlər. Feriumdan, dəmirlə xrom, ferium, xrom, alüminium, nikkel. Bunlar adi şəraitdə, yəni 20 dərəcə adi şəraitdə nitratın qatısı ilə sülfatı ilə adi şəraitdə getmir. Mütləq qızdırılmalıdır, qaynar olmalıdır turşu. Barium, kalsium hər ikisi eyni qrupdadır. Daha sonra barium, berilyumla. Sonra barium oxuyuram baxın. Berilyum gedir şeylə, kalium arasında, kalsium getmir. Valent elektronlar eyni qrupdadılar da bunlar. Eyni qrupda olduqlarına əsas yarım qrupdadır. Bunların valent elektronları nədir? Eynidir. Bəli. Bu 2s2-dir, bu da 4s2-dir. Aydın məsələdir, bunların valent elektronları Reaksiya nədir? hidrogenlə reaksiya daxil olur. Başı ilə bəlkə berilyum gedir hidrogenlə. Xeyr, getmir. Ay, sağ. Berilyum, fosfor, silisium, alüminium, hidrogenlə nədir? Reaksiya daxil olmur. Ona görə də cavabımız nə olacaq burada? Cavabımız olacaq burada uşaqlar. Yalnız 2 E variantı. Doğrudur. Keçək növbəti 10-cu suala. Hansı reaksiya baş vermir? Təbii ki, sink nədir ki? Yəni, sinkin üzərinə oksigen mi gələn? Yəni, nə demək istəyir? Anlamadım. Yəni. Anlamadım nə demək istədiyimi. Sinkdən sink flor 2 ala bilərsən. Üzərinə xlor gələrsən. Problemsizdir, hə, uşaqlar? Sinkin üzərinə oksigen gəlsən, sink ola bilərsən. Yəni, 1 cavabları, 2 cavabları getdi. Sink klordan sink OH2 ala bilərsən. Nətər gəlir? Üzərinə qələbi gələrsən. Məsələn, kalium OH gələrsən.
SiO2 çöküntü şəklində alarsan, bir də natrium klor. Bu 4 də var. Uşaqlar budur. SiO2-dan SiO2 ala bilmirsən. Çünki niyə? Üzərinəcə su gələ bilərsən. Burada getmir axı reaksiyaya. Çünki amfoter oksidlər su ilə reaksiya getmir. 11. Mis-O, deməli, mis-O'dur, bir də ferim-3O4-dür. Bunlar ikisi bir yerdə hidrogenlə reduksiya eləyəcək. Səbirli ol günə. Hə, deməli yazıram. Mis plus daha doğrusu bizə deyək. Hə, mis-O plus hidrogen nə alınır burada? Mis-lə su alınır. Bir də ferim-3O4-lə hidrogenlə nə alınır? Ferim alınır. Bir də su alınır. Bura 3 yazıram. Bura 4 yazıram. Bura 4 yazıram. Deyir ki, hidrogen qarşısından toplam 108 qram su alınmışdır. 108 qram su alınmışdır. Bir dəqiqə səbirli olun, bir dəqiqə səbirli olun. 108 qram su alınmışdır. Normalda nə qədər alınır uşaqlar? Normalda. Bir dənə baxın suala. Normalda nə qədər alınır? 90 qram Amfoterlər berilyum, sink, alüminium, benzinal, PB-sını, bir də yerdə qalan metalların aralıq valentləri. 5 mol su alınır. 5 mol su nə qədər edir? 90 qram edir, hə? Bəli. 90 qram su alınanda, 90 qram su alınanda, 90 qram su alınanda nə qədər reaksiyaya daxil olur? 5 mol, yəni 5 vur 24 daxil olursa, bəs 108-ə nə yazacaqsan? 108-ə olacaq, bir də hesablayın da bunu. Yəni, kalkatını hesablayın da bunu, nə olur? 6 vur 22 ondadır, 134.4. Nə deyir orada? PB ilə S-nı var, S-nı yox. PB ilə S-nı. Element. Nəsə daha hesaplamanı sizə həvalə edim də. 10-cu sualda nə idi ki, problem yazmışsınız ki, onda nə idi ki, sıxıntı? Şola, SiO2-dan SiO2 ala bilmirsən. Üzərinə su gəlsən getmir axı reaksiya. Belə reaksiya yoxdur axı. Bunlar ala bilərsən. Üzərinə oksigen gələrsən alarsan, üzərinə xlor gələrsən alarsan, bunun üzərinə natrium OH gələrsən, kalium OH gələrsən alarsan. Amma bu alınmır da. Gəldi 12-ci. Şola, deməli 12-ci sualda nəyə fikir vermə? Hə, yaxşı. Sulfat nədir? Sulfat tuzu uşaqlar. Bunun deməli feriumun, ferim SO4-dür. Bir də kalsium. Yəni kalsium Kalsium SO4 həll olur. həll olunur, bəli. Karbonat tuzu suda həll olur. Ümumiyyətlə uşaqlar, ferium karbonatda, kalsium karbonat heç bir suda həll olur. Ümumiyyətlə əlaqəsiz. Alüminotermiya alınır. Uşaqlar, alüminotermiya kimi alırıq? Dəmiri alırıq da. Nətər alırıq? Götürür ferium 2 ölçümüzdən alüminium gəlir. Nə alınır? Ferium bir də alüminium 2 ölçü. Kalsium reduksiya olunur alüminotermiya. Ümumiyyətlə biz şeyləri, metalları əsasən nə ilə alırıq? Aktiv metalları, xloridlərin əridisini elektrolizini alırıq. Müəllim, bir sual verir miyim? Bir dəqiqə, deyil. Deyirəm 3O4 plus alüminium məsələn termit qaynağı deyil. Biz onu alüminotermiyə niyə götürə bilmirik ki? Kimdə heç götürmürük? Elə eşitmişdim bir yerdə, ona görə elə yadımda qalıb ki, götürürük. Bəlkə mən səhv bilirəm. Kim demişdi? Hansı yoldaş demişdi? Bir müəllim vardı, o demişdi ki, bəs alüminotermiya reaksiyası sayılmır o. Ona görə elə yadımda qalıb. Vallahi bilmirəm. Bəlkə də o düz deyir. Amma məncə sayılır. Məncə də. Çünki mahiyyət olaraq dəmir reduksiya olunmur orada. Sən nəyə görə deyə bilər onu? Çünki sənayedə ferium 3O4 plus alüminiumla bilmirəm, biraz mübahisə eləmək olar. Amma məncə də yenə sonuc olaraq mahiyyət olaraq dəmir reduksiya olunmur alüminiumla. Bəli. Sən bu nəyə bənzəyir? Ferium plus hidrogenə deyək ki, hidrogen termiyada, ferium 3O4 plus H2 deməyək, yaxşı olmur. Nə fərq var ki, sonuc olaraq oksiddən reduksiya eləmişsin. Məncə alüminotermiya. Məncə alüminotermiya. Çünki sonuc olaraq metal reduksiya edirsən də. Yəni alüminotermiya zaten mahiyyəti elə olur da. Bəlkə də müəllim düzdür. Nəysə, xırda bir şeydir, ona görə də birimizi qras bölük. Gəldi ən nəhayət, laboratoriyada təcrübə aparan şagird sınaq şüşəsindəki kalium sulfat məhlulu üzərinə barium nitrat. Kalium sulfatın üzərinə barium nitrat gələr. Nə olur reaksiya nəticəsində? Barium SO4, kalium NaOH. Çöküntü, bir də kalium NO3 alınır. Çöküntü barium sulfatdır. Reaksiya təmini yazın əmsallaşdırır, yazdıqda əmsallaşdırdıqda. Başqa nə istəyirdi?
Başqa nə istəyir? Əgər reaksiyada 2 mol çökün duz çökərsə heç nə. Əgər burada 1 mol çökəndə nə qədər kalium ionu çalınır? 2, 2-də 4 deyilir. Vəssalam. Sonra bu quizdə bitdi. Atdığımız materialların hər birinin izahını verdik. Sonra nə eləmişik? Topluya baxmısınızmı topluya? Müəllim, olar bir sual versəm. Hı. Mən Botikan sınağında 16-cı sınaqda, ümumi sınaqda, orada 17-ci sual var idi. Siz Hı. izah eləmişsiniz orada mol bölünsün litr sualı. Yəni Hı. orada onu müəllim imtahanda versələr səhv götürmək belə olar. Çünki orada dediniz ki, belə şeyi səhv veriblər də vahidi. Hə, yox, imtahan elə səhv edilən, narahat olmuş. Sınaqlara fikir verin. İmtahanı çox ciddi nəzarət olunur. Bu Bəli. imtahanlarında kimyadan yəni səhv olma ehtimalı çox aşağıdır. Yəni milyonda bir də yəni çox aşağıdır. Çünki o çox ciddi nəzarət olunur da. Bəli, müəllim. Narahat olunur. Metallara baxmısınız uşaqlar, topludan metallara. Topludan. Bəli. Xeyr, bəli, hələ bir şey deyir. Biri deyir bəli, biri deyir xeyr. Niyə öyle olar? Niyə baxmırsınız? Bu qədər əziyyət çəkmişsiniz. Daha 7-ci sinif bitdi, 8 bitdi, 9 bitdi, 10 bitib, bir dənə 11 qaldı. Niyə öz əməyinizə, əziyyətinizə heyfiz gəlmir? Hı? Uşaqlar, niyə belə edirsiniz? Nə idi ki, mis, sink, xrom, dəmir üstə toplayanda 100 dənə sual yoxdayız. Niyə baxmırsınız suallara? Olmaz axı belə. Yaxşı, görək nə suallarınız var. Neçə mövzu qalıb? Heç nə. 5-6 mövzu qalıb toplam. O da 11-ci sinif üzvü qalıb da. Müəllim, mənim kalsiumdan suallarım vardı. Onları versəm olar. Keçən dəfə dərsə Əlbəttə ki, qoşuldım. əlbəttə ki, kim bilir ki, mən nəyə bəs əlbəttə verməsin. Mən nə deyirəm? Deyirəm ki, suallara baxaq da. Əlbəttə verməsin sualları. Səhifəsini də bir dənə. Səhifəsini də. Səhifəsini də bir dənə. Kalsiumun səhifəsini. Baxıram müəllim, bir dəqiqə. Yaxşı, bax. Mənim səhifə 47. Səhifə 47 imiş. Hə, de görək nədir səhvlərim? De görək. On birdir. Nədir ki 11? Çaydana yığılmış kalsium hərfəsi. A, sirkə turşusu da. B variantı. Sirkə turşusu bilirsən də karbonatdan güclüdür, axı onun duzundan çıxarır da. Nə alınır? Bax, bir sənə bu müsbət 2, bu mənfi 2, bu müsbət, bu mənfi. Alınır CH3, COO 2 dəfə kalsium. Qaydada bu var axı. Baxımsan mənim qaydama. Allah Qaydaya Allah. baxdım, bayaq baxmışdım. Sonra gördüm, indi səhvim başa düşdüm. Bax, elə demirəm. Hətta bunun bizim konspektdə də bunu qeyd eləmişik. Allah uzaq eləsin, baxarsınız birdən, bax. Bizə dəqiqə, bizə dəqiqə, bizə dəqiqə. Bax, bir dənə bu cümləyə bax, bir dənə. Bir dənə bu cümləyə bax. Gördün? Aydındır müəllim. Limon buzu da olar. Hə, olar. Mən hara getdim? Mən aləmi qatdım bir-birinə. Hə. Bir dəqiqə səbirli olun. Başqa nə sual var kalsiyumda? Başqa sual. 47-yə qədər. 56 var, 47 var. Bir dəqiqə səbirli olun. 2 valentli metalın, 2 valentli metal bilmirəm kimi, X, üzərinə gəlirəm su. Nə alınır buradan? XOH2, bir də hidrogen. Əmsallaşdıraq. Bura 20 yazıram. Bura 37 yazıram. Bura X-dir bilmirəm. X üzərinə gəl 16, 1, 17 vur 2, 34. Cavabı da 40. Kalsiyum. Bir dənə bax 47-ci suala. Aydındır müəllim.
Kalsium plus su da aktiv metal olmalıdır. Olsa su ilə qərar verən. Ya kalium ya baryum, yoxsa başqa kim olur? Sonra 56-ya qədər sual var, 56-ya qədər. Eyni kütlə götürülmüş, qulaq asın bir dəqiqə. Litium, natrium, kalium. Bunun mR neçədir? Ayrı 7-dir. Bu neçədir? 23-dür. Bu neçədir? 39-dur, elə deyil. Sıra nömrəsi bəs nətərdir? Bu 3-dür. Bu 11-dir, bu da 19-dur. İndi sən mənə de görüm, eyni kütlədə götürəndə, Nura eşidirsən məni? Eyni kütlədə götürəndə hansından daha çox hidrogen alınır? Bəs daha az olandan, Yəni, litiumdan. deməli necə asılıdır? Mən eyni kütlədə götürmüşə diqqət eləmədim. Düşündüm elə valentin yarısı olur deyə asılı olmaz. Eləmədim, ona diqqət eləmək lazımdır. O hidrogen Sonra, necə? Eşidənmədim. etməli. Sonra, başqa sual var burada? 60 neçə dənə sual var burada. Başqa problem var? De. Mənim, Var mı? məndə bir də alüminiumdan 12-ci sual var. Başqa yoxdur. Alüminium 13-cü sual var. Nə üçün alüminium korroziya davamlıdır? Çünki, oxu bir dənə buranı. Oksit təbəqəsi. Dəmirin oksid təbəqəsi, bilirsən dəmir yeyilib dağılır. Dəmirin oksid təbəqəsi məsaməlidir. Buraxır. Amma alüminium nikoşlu oksid təbəqəsi çox sıxdır. Özündən nəmin zadı buraxmır da. Ona görə. Aydın oldu. Aydındır, bəli. Sonra başqa sual var alüminiumda. Başqa problem var burada. Bəs biz sinxroma baxmamısınız. Baxmışam. Deyin görək suallarınızı. Çox baxmaq lazım. Mən sizə elə bir vaxt verdim. Dedim ki, birinci yanda savullaşaq. Bir axşama spirtləri verəcəm sizə. Bir atomluları. Deməli, sabahları nə qoşaraq bir atomların yanına baxarıq. Amma da belə olmaz axı. Sualları olmaz, işləmək lazımdır. Allah saxlamışlar da neyiniyim mən siz? Bu hamısı bir yerdə 30 qramdır. Deyir ki, natrium hidroksid. Natrium hidroksid nədir? Qələvidir. Qələvinə kim reaksiya edəcək, Nura? Alüminium. Amfoter olan. Aysa, alüminium. Deməli 10 qram budur. Davam eləyək. Qalan 2 dənə metal qaldı. Maqnezium və mis qaldı. Sonra xlorid. Maqnezium Aysa. girir. Çünki mis getmir. Maqnezium nə qədərdir? Deməli, maqnezium nə qədərdir? 2-dir. Deməli, 10 üstə 2, 12. Bu da olacaq 18. Bax, natrium OH-la alüminium gedir. Yerdə maqnezium və mis qalır. Mis də getməsə xlorid turşusuna. Mis civə gümüşlü 3 dənə dostu var. Nitratın qatısı, duruzu, sülfatın qatısı. Tuz söhbəti Nura. Bəli, müəllim, bildim. Sonra başqa sual var burada ilk 20-likdə. İlk 20-likdə. Əslində qəbul suallarına bir çoxunu işləmişəm, amma yenə də birdən varsa mən sizə deyəcəm ki, qəbulda var idi. 20-likdə başqa sual var 20-likdə, misdə. 30-da qədər. Məndə yoxdur sual. 18 var. Nədə 18? Bunu izah edin bayaqları. 18 qəbul sualı. İzah edin bayaqları. Sonra 25-ə qədər sual. Müəllim, məndə bir dənə 32 var. Yaxşı, bir dənə 25-ə qədər görək var sual. Yaxşı, 32-yə qədər. 32-yə qədər. 32-dir. Qulaq as, misdir, bir də alüminiumdur. Soyuq qatı nitrat gəlir. Sən bilməlisən ki, ferium, xrom, alüminium, nikel. Nə öyrətmişdik biz? Sülfatın qatısı, nitratın qatına adi şəraitdə nədir? Getmir. Deməli, reaksiya kim verəcək nitratla? Mən Kuprum NO2 NO2. 2 dəfə, NO2, bir də su. Burada da natrium OH gələndə mis NO2 2 dəfə. Natrium OH-la sənə nə verəcək? Söküntü. Mis Kuprum OH OH. söküntü, bir də natrium NO3. Aydın oldu. Əsasla müəllim, bəs Aydın. NO2 gedir mi? Gedir. NO2 gedir, natrium OH nə verir? Natrium NO2, natrium NO3 ola bilər, hər ikisi su dəvəl olur. Heç cavablarda da yoxdur, gördün. Alüminium, natrium OH Çöküntü. gedir. Zaten söküntü deyil alüminium duzları. Bildiniz necə? Natrium, Ya. alüminium O2, bir də hidrogen. Yəni burada da belə deyək, söküntü. Zaten söküntü ola bilməz bu. Bu nə əlaqə?
Bu hardan O gəldi? natrium alüminium o ki, oxunuşu natrium alüminat idi elə. Natrium metalminat. Natrium alüminat hansında? Metalminat. Hə, başa düşdüm. Ha, diqqətli olursan, əlbəttə diqqətli ol. Düz yadda saxlamaq lazımdır. Sonra başqa sual. Yox, getməli, adi şəraitdə getmir. Hansı reaksiyalar nəticəsində mis 2 xlorid əmələ gəlir? Burada mis dəmiri çıxaramaz, o qədər qudurmayıb. Burada OH nə edir? Kalium kloru götürür. OH da buradan, daha doğrusu üzr, bir dəqiqə Toplum səbirli ağaçları. bir dəqiqə. Burada kalium klorla birləşir. OH da birləşir bu tərəf. Olur mis OH2. Alınmadı. Burada alınacaq 2 dənə AH, 2 dənə OH. Nə alınır burada? 2 dənə su, bir dənə alınır mis klor 2. O belə. Burada nə alınır? Barium sülfat alınır. Bir də yerdən alınır mis klor 2. Burada da alınır. Demək, alınır, əmələ gəlmirdir 1-2. Çünki bu ümumiyyətlə getmir reaksiyaya. Buradan da alınmır da. Kalium klor alınır. Burada bir də mis OH2 alınır. Sonra başqa sual. Misdə başqa sual varmı misdə? Yox, elə bir şey yoxdur. Onsuz hər dəfə dərsdə deyirəm də mən. Elə bir material yoxdur. Yox, onu tapmaq mı var? Nə qədər reaksiya var mənlərin hansı olur? Və çətin söhbətdir. Başqa? Sinkə baxmısınız? Sink. Bari buna baxaq. Şeydə adı nədir? Dəmirinə eybi yox. Gəlin dəfə spirtlərə birləşdirib baxarıq. Yaxşı mı? Yaxşı, sinkdən suallar. 1-dən 10-a qədər. (26) qədər sual var burada. 26-ya qədər. Müəllim, orada 17-ci sualda baxa bilərsiniz. Mən ora A yazdım, məsələn, düzəldib A elədim. Ancaq N2O5 məsələn niyə sinq oksidən getmir ki? Getmir. Yəni C-də buna görə olmuyor. evet, su getmir heç nə. Bir dənə salsoksis suyları yapsın. Olur, bir də turşu. Necə dediniz? Eşitməm, yadına qalmadı. Nə dediniz bayaqları? 26. Nədir 26? İndi qulaq as ki, bunu özün həll edəyəsən. Sinklə mis hansı natrium OH-la reaksiya daxil ola bilər? Sink. Demək, azalma kimə görədir? Sinkə görədir. Bu 6-dır, bu da 4-də. Ona nə deyəsən? 100%, 4-də 40%. Bitdi olar. Necə başa düşmədim? Heç. Sonra növbəti sual. Başqa sual var burada? Müəllim, birinci sual kim bizə düşə bilər? Hə. Birinci sual kimi necə başa düşmədim? 1-1. Bəli. Bir nədir ki? Bəzən çətin sual deyil ki, mis getmir, sink gedir də. Tənasübü sinkin üzərinə qurarsan da və s. Daha düşərlər. Onun üçün 50%-ni tapırsan, 6.5 eləyir. Tənasübü kimin üzərinə qurarsan? Sinkin üzərinə. 65-ə 23 ondur, 6.5-ə 2.24. Ruska lazımdır. 2.100. Bəli, başa düşdüm. Sonra başqa sual var burada 43-ə qədər. Tezən bunu yekunlaşdıraq gedək. Gələn dəfə şeyə baxarıq, dəmirlə şeyə bir yerdə baxarıq. Spirtlərə bir yerdə baxarıq, doymuş bir atomlara. Dəqiqə səbirli ol, bir dənə götürsə baxım görünlər. Reaksiya məhsulu. Uşaqlar, bu da bir qaydadır. Misin Bilmirəm. qatı nitratla reaksiyasından nə alınır? NO2 alınır. Sinklər orta aktivdir, NO alınır. Yəni bu qaydadır. Bu əslində bu bölmənin sualı deyil. Bu nitrat turşusunun sualıdır. Mis qatı nitratla mis NO3 2 dəfə NO2 su verir. Sink orta aktivdir. Sink 2 nitrat, NO və su. Belə. 22 nədir ki? Yox. Əslində asan şeydir. Prosta. Əslində asan şeydir. Mən bunu qayda izah eləmişəm, amma yox, bu sizin qrup səviyyəsində deyil. Bu bitdi 4-cü qrup səviyyəsində. Belə uşaqlar, onda heç nə. Gələn dəfə xromada şey eləyərik. Xromada dəmirə bir yerdə baxarıq. Daha baxıram ki, tənbəllik tutub sizi. Olmaz belə, uşaq işləmək lazımdır. Müəllim, o 22-ci suala fırladın.
Bir dəqiqə səbirli ol. Görə nə deyir 22-ci sual? Sən də sağ ol. Günay. 22 Yox, kəndi. yox müəllim. Çəkəcək. Hı. Bu materialın lövhə birinci qab dəyişici olmur. Demək dəyişici olmursa, sinkdən sonraki metal. Reaksiya. Məsələn, mist. Məsələn. Bəli. İkinci qabda qaz ayrılır. Demək, bura nəinci metal ayrılır? Aktiv metal. Məsələn, kalium əlavə edilir. Kalium su nedir Bəli. reaksiya? Suyla Kalium reaksiya. aktiv hidrogen. Bəli. Üçüncü qabda lövhənin işlədi. Deməli, sinkdən aktivdir, amma aktiv metal deyil. Məsələn, sinkdən qabaqda kim var? Maqnezium var da. Şu. Bildim. Sağ olun. Bu bizə hansı dərsdir? Metal duz reaksiyası. Part 2 videosu. Yadındadır? Bəli, bilirdim reaksiyanı. Sadəcə şəklini Yaxşı. Belə uşaqlar, çəkdim. gəldik bu bölmənin də sonuna çatmış olduq. Belə. Sağ olun. Oldu uşaqlar, gecəniz xeyrə qalsın. Sabah axşam görüşürük.